Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün inşallah Allahın izni ilə sizlərə Hadid surəsinin oxunma qaydasını öyrədəcəm. Yenə qısa-qısa öyrədəcəm ki, sizin üçün asan olsun. Başlayaq. Bismillahirrahmanirrahim. Sin hərfidir sə, bə hərfində şəddə var. Səbbəha. Səbbəha. Ləm Allah lafzıdır. Li. Ləm hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq və hə zamiri. Lillahi. Mim hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mə. Fə hərfidir. Fi. Oxunmayan əlif və ləm hərfləri. Sonra sin hərfi gəlir və üzərində şəddə var. Mə fissə. Mim hərfində məd işarəsi var. Vav hərfində hərfi məd var. Hər ikisinin bir əlif miqdarı uzadırıq. Səməvəti. Mə fissəməvəti. Vav hərfidir və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində üstün hərəkəsi gəlib, ə kimi oxunur. Vəl, ə, ra hərfində cəzm var. Dad hərfində isə burada dururuq. Vəqfi caiz gəlib. Dad hərfini də cəzmini tələffüz edirik. Vəl, ərd. Dad hərfini biraz vurğulu tələffüz edirik. İndi bir də oxuyaq. Səbbəhə lillahi mə fissəməvəti vəl-ərd. Vav hərfidir. Və, hu, və. Və, hu, və. Ləm hərfinin üzərində cəzm var. Birləşdiririk. Və, hu, vəl. Ayn hərfidir. A. Bu, zə hərfi. Və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Azi. Yenə zə hərfi. Azizu. Ləm hərfinin üzərində cəzm var. Buraya birləşdiririk. Azizul. Ha hərfidir. Ha. Kəf hərfində hərfi məd var. Mim hərfini isə cəzmli tələffüz edirik. Məddi arız qaydası yaranır. Kəf hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Hakim. Və huvəl azizul hakim. Ləm hərfidir. Lə. Bu, hə zamiridir. Özündən əvvəl cəzm və yaxud da ki, hərfi məd gəlmədiyinə görə bir əlif miqdarı uzadırıq. Ləhu. Mim hərfidir. Mü. Ləm hərfinin üzərində cəzm var. Mülkü. Mülkü. Oxunmayan əlif və ləm hərfləri. Sin hərfinin üzərində şəddə var. Mülküssə. Mim hərfində yenə hərfi məd var. Vav hərfində həmçinin. Mim hərfində məd işarəsi var. Vav hərfində isə hərfi məd var. Hər ikisini bir əlif miqdarı uzadırıq. Mülküssəməvəti. Vav hərfidir və ləm hərfinin üzərində cəzm var. Əlif hissəsində isə üstün hərəkəsi gəlib, ə kimi oxunur. Vəl-ə. Ra hərfi cəzmli. Burada durmuruq, oxumağa davam edirik. Ərdi. Vəl-ərdi. Yə hərfidir. Yuh. Ha hərfinin üzərində cəzm var. Yuh. Yə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yuhyi. Vav hərfidir və bu yə hərfi yu. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və yumitu. Yuhyi və yumitu. Vav hərfidir və hu və. Və hu və. Ayn hərfidir a. Ləm hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Alə. Kəf hərfidir kü. Ləm hərfində şəddə var. Külli. Bu şin hərfidir. Şə. Yə hərfinin üzərində cəzm var. Şey. Burada həmzədir. Burada tənvin gəlib. Əsrəli. Sonra qaf hərfi gəlib. İfa qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Şeyin qa. Və burada yenə dururuq. Fikir tamamlanıb və məddi arız qaydası yaranır. Ra hərfini cəzmli tələffüz edirik. Dəl hərfində gördüyünüz kimi hərfi məd var. Bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Qadir. İndi bir də oxuyaq. Ləhu mülküs səməvəti vəl-ərdi yuhyi və yumitu və huvə alə kulli şeyin qadir. Hu və
Huvə. Ləm əlifdir yenə. Ləm hissəsində cəzm var. Əlif hissəsini ə kimi tələffüz edirik. Huvəl ə. Vav hərfində şəddə var. Əvvəlu. Vav hərfidir və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində məd işarəsi var. Bir əlif miqdarı uzadır. Vəl ə. Xi. Xa hərfidir. Xi. Ru. Vəl əxiru. Huvəl əvvəlu vəl əxiru. Vav hərfidir və burada oxunmayan əlif və ləm hərfləri. Qalın za hərfidir. Burada həm hərfi məd var, həmçinin şəddə var. Və za hə hərfidir. Hi, ru. Və zahiru. Vav hərfidir. Vəl. Vəl. Ləm hərfinin üzərində cəzm var. Vəl. Burada bə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Bu ta hərfidir. Qalın. Vəl bəti. Nun hərfini isə cəzmli tələffüz edirik. Vəl bətin. İndi bir də oxuyaq. Huvəl əvvəlu vəl əxiru vəl zahiru vəl bətin. Vav hərfidir və huvə. Və huvə. Bə hərfidir bi. Bu kəf hərfi kü. Ləm hərfində şəddə var. Bi külli. Şin hərfidir şə. Yə hərfinin üzərində cəzm var. Şey. Yenə həmzədir. Burada tənvin gəlib. Sonra ayn hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyur. Şeyin. Ayn hərfidir a. Yenə burada məddi ariz qaydası yaranıb. Mim hərfini cəzmli tələffüz edirik. Ləm hərfində gördüyünüz kimi hərfi məd var. Bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Alim. İndi bir də oxuyaq. Və huvə bi kulli şeyin alim. Hə hərfidir. Huvə. Huvə. Ləm hərfində şəddə var. Huvəllə. Bu pəltək zəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Huvəlləzi. Xa hərfidir. Xaləqa. Xaləqa. Oxunmayan əlif və ləm hərfləridir. Sonra yenə sin hərfi gəlib. Üzərində şəddə var. Xaləqəsə. Mim hərfini və vav hərfini hər ikisini bir əlif miqdarı uzadırıq. Mim hərfində məd işarəsi var. Vav hərfində isə hərfi məd var. Səməvəti. Bu tə hərfidir. Ti. Vav hərfidir və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsini ə kimi oxuyuruq. Üstün hərəkəsi gəlir. Vəl ə. Ra hərfində cəzm var. Ər. Da. Bu qalın da hərfidir. Vəl ər da. Fə hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fi. Sin hərfidir. Si. Tə hərfidir. Üzərində şəddə var. Sittə. Bu isə yuvarlaq tə hərfidir və ayətin ortasında gəldiyinə görə tə kimi oxunur. Sittəti. Əlifdir. Ə. Yə hərfində hərfi məd var. Həmçinin şəddə var. Bir əlif miqdarı uzadır. Əyyə. Mim hərfində tənvin gəlib əsrəli. Sonra pəltək sə hərfi gəlib. İhva qaydasıdır. Tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadır. Əyyəmin. Sə hərfidir. Su. Mim hərfində şəddə var. Sümmə. Və burada sin hərfində cəzm var. Birləşdirik. Sümməs. Tə hərfidir. Tə. Vav hərfində hərfi məd var. Bir hərf miqdarı uzadır. Təvə. Sümməs təvə. Ayn hərfidir. A. Bu ləm hərfi. Alə. Sonra ləm hərfinin üzərində cəzm gəlib. Birləşdirik. Aləl. Ayn hərfidir. A. Ra hərfinin üzərində cəzm var. Burada vəqfi ta gəlib. Dururuq. Və o zaman şin hərfində cəzmli tələffüz edirik. Aləl arş. İndi bir də oxuyaq. Huvəl-ləzi xaləqəs səməvəti vəl-ərdə fi sittəti əyyəmin sümməstəvə aləl-arş. Yə hərfidir. Yə. Ayn hərfinin üzərində cəzm var. Ya'ləmu.
Ya'lamu. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mə. Yenə yə hərfidir. Yə. Ləm hərfi li. Bu cim hərfidir. Yəlicu. Fə hərfidir. Fi. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsini ə kimi oxuyuruq. Üstün hərəkəsi gəlib. Fil ə. Ra hərfində cəzm var. Ərdi. Vav hərfidir. Və mə. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və mə. Yə hərfidir. Yə. Bu xa hərfidir. Üzərində cəzm var. Yəx. Ra hərfidir. Ru. Cim hərfidir. Cu. Yəxrucu. Mim hərfidir. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra hə hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Və hə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Min hə. Vav hərfidir. Və. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və mə. Yə hərfidir. Yə. Nun hərfinin üzərində cəzm var. Sonra zə hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Yənzilu. Mim hərfidir. Mi, nə. Nun hərfi. Oxunmayan əlif və ləm hərfləri. Sin hərfinin üzərində şəddi var. Mi, nəssə. Mim hərfində hərfi məd var. Gördüyünüz kimi sonra həmzə gəlib. Burada məddi muttasıl qaydasıdır. Mim hərfini 4 əlif miqdarı uzadırıq. Səmə. İ. Vav hərfidir. Və. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və mə. Yə hərfidir. Yə. Ayn hərfinin üzərində cəzm var. Yə. Ra hərfidir. Ru. Cim hərfi. Cu. Yərucu. Və mə yərucu. Fə hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Həmçinin hə hərfində də hərfi məd var. Hər ikisini bir əlif miqdarı uzadırıq. Fihə. Və burada vəqfi ta gəlib dururuq. Fihə. İndi bir də oxuyaq. Ya'lamu mə yəlicu fil ərdi və mə yəxrucu minhə və mə yənzilu minəs səmai və mə yə'rucu fihə. Vav hərfidir. Və huvə. Və huvə. Mim hərfidir. Mə. Ayn hərfidir. Mə'a. Kəf hərfi. Kü. Və mim hərfinin üzərində cəzm var. Mə'aküm. Əlifdir. Ə. Yə hərfinin üzərində cəzm var. Əynə. Mim hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Əynə. Mə. Kəf hərfidir. Kü. Nun hərfinin üzərində cəzm var. Sonra tə hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Kuntu. Mim hərfinin üzərində cəzm var. Cəzmli tələffüz edirik və burada vəqfi ta gəlib. Burada dururuq. O zaman olduğu kimi oxuyuruq. Kuntum. İndi bir də oxuyaq. Və huvə mə'akum əynəmə kuntum. Vav hərfidir. Və. Burada Allah ləfzi gəlib. Özündən əvvəlki hərfin üzərində üstün hərəkəsi gəldiyinə görə ləm hərfini la kimi tələffüz edirik. Vallahu. Bə hərfidir. Bi. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Bimə. Tə hərfidir. Tə. Ayn hərfinin üzərində cəzm var. Tə. Mim hərfidir. Mə. Ləm hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Tə'məlunə. Bu bə hərfidir. Bə. Burada dururuq. Ra hərfini cəzmli tələffüz edirik. Burada sad hərfində gördüyünüz kimi hərfi məd var. Məddi ariz qaydasına görə sad hərfini qalın sad hərfidir. Bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Bəsir. İndi bir də oxuyaq. Vallahu bimə tə'məlunə bəsir. Ləm hərfidir. Özündən əvvəl ləm hərfidir və bu hə zamiri özündən əvvəl cəzm və yaxud da ki hərfi məd gəlmədiyinə görə bir əlif miqdarı uzadırıq. Ləhu. Mim hərfidir. Mü. Ləm hərfinin üzərində cəzm var. Mülkü.
Oxunmayan əlif və ləm hərfləri, bu sin hərfidir. Üzərində şəddə var. Sə, mim hərfində və vav hərfində hər ikisində məd işarəsi var mim hərfində, vav hərfində hərfi məd var. Hər ikisini bir hərf miqdarı uzadır. Mülküs səmavati. Vav hərfidir və ləm əlifdir. Ləm hissəsini cəzmlə tələffüz edirik. Əlif hissəsini isə üstün hərəkəsi gəlib ə kimi. Vəl, ə. Burada vəqfi ta gəlib. Burada dururuq. Ra hərfinin üzərində cəzm var. Bu isə qalın dad hərfidir. Onu da həmçinin cəzmlə tələffüz edirik. Vəl, ərdi. Bir qədər vurğulu tələffüz olunur. İndi bir də oxuyaq. Ləhu mülküs səmavati vəl ərd. Vav hərfidir və, bu əlifdir i, ləm hərfi və ilə. Burada Allah lafzı gəlib, özündən əvvəl üstün hərəkəsi gəldiyinə görə ləm hərfini la kimi tələffüz edirik və bu hə zamiri isə hi kimi oxunur. Və iləllahi. Tə hərfidir tü. Ra hərfinin üzərində cəzm var. Tür. Bu cim hərfidir. Türcə. Ayn hərfi o. Və iləllahi türcəu. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində isə ötürə gəlib ü kimi oxunur. Türcəul. Ləm hərfində cəzm var. Birləşdiririk. Ü. Mim hərfində hərfi məd var. Yenə burada mədd arız qaydası yaranır. Ra hərfini cəzmli tələffüz edirik. Mim hərfini isə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Umur. Turca'ul umur. İndi bir də oxuyaq. Və ilallahi turca'ul umur. Ya hərfidir. Burada hərfi məd var. Bir hərf miqdarı uzadırıq. Yu. Ləm hərfidir. Li. Bu cim hərfi. Yulicu. Ləm hərfində şəddə var. Birləşdirik. Yulicüllə. Ya hərfinin üzərində cəzm var. Leylə. Yulicülleylə. Fə hərfidir. Fi. Oxunmayan əlif və ləm hərfləri. Nun hərfinin üzərində şəddə var. Finnə. Hə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Finnəhəri. Vav hərfidir və ya hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və yu. Ləm hərfidir. Li. Yenə cim hərfi cu. Və yulicül. Burada oxunmayan əlif və ləm hərfləridir. Yenə nun hərfinin üzərində şəddə var. Birləşdirik. Və yulicünnə. Hə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Nəhə. Ra. Ra hərfidir. Burada fə hərfidir. Fi. Ləm hərfinin üzərində şəddə var. Fillə. Burada vəqfi ta gəlib. Dururuq. Ləm hərfini cəzmlə tələffüz edirik. Ya hərfinin üzərində cəzm var. Burada məddiliyin qaydasıdır. Yəni ki, əgər burada arizi sükun yaranarsa və cəzmli yə hərfi gələrsə, özündən əvvəlki hərfin üzərində də üstün hərəkəsi olarsa, o zaman yə hərfini 2 əlif miqdarından 4 əlif miqdarına qədər uzadırıq. Filleyl. İndi bir də oxuyaq. Yulicülleylə finnəhəri və yulicünnəhərə filleyl. Vav hərfidir və hu və hu və. Ayn hərfidir a. Ləm hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ali. Mim hərfinin üzərində tənvin gəlib ötürəli. Sonra bə hərfi gəlib. İqlab qaydasıdır. Tənvindəki nun hərfini mim hərfi kimi tələffüz edirik. Alimun bi. Bu pəltək zəl hərfidir. Hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Bizəti. Oxunmayan əlif və ləm hərfləri. Sonra qalın sad hərfi gəlib. Üzərində şəddə var. Bizəti su. Dəl hərfində hərfi məd var. Ra hərfini isə cəzmlə tələffüz edirik.
Və burada yenə mimin bağışlayın məddi arız qaydası yaranır və dəl hərfini 1 əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Sudur. İndi bir də oxuyaq. Və huvə alimun bizatis sudur. Əlifdir və burada məd işarəsi var. 1 əlif miqdarı uzadırıq. Mim hərfidir. Mi. Nun hərfində həmçinin hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Əminu. Bə hərfidir. Sonra Allah ləfzi gəlib və burada əsrə gəldiyinə görə ləm hərfini lə kimi tələffüz edirik və hə zamirinin də hi. Billahi. Əminu billahi. Vav hərfidir və bu ra hərfidir. Ra. Sin hərfində hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Və rasul. Ləm hərfidir. Li. Hə zamirində isə məd işarəsi var. 1 əlif miqdarı uzadırıq. Və rasulihi. Vav hərfidir. Və əlifdir. Nun hərfinin üzərində cəzm var. Sonra fə hərfi gəlib. İhva qaydasına görə cəzmli nun hərfini burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq. Və ənfi qaf hərfində isə hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Və ənfiqu. Mim hərfidir. Mi. Yenə mim hərfi. Üzərində şəddə var. Həmçinin hərfi məd var. 1 əlif miqdarı uzadırıq və şəddəli tələffüz edirik. Mimmə. Cim hərfidir. Cə. Ayn hərfi. A. Lə. Kəf hərfi. Ku və mim hərfinin üzərində cəzm var. Cəaləkum. Burada cəzimli mim hərfindən sonra hərəkəli mim hərfi gəlib. İdğam-ı mütəcanisin qaydasıdır. 2 eyni hərf yan-yana gəlib. Birincisi cəzimlidir, digərində isə hərəkəlidirsə, o zaman hərfi, cəzimli hərfi burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq və bu hərfi isə şəddəli tələffüz edirik. Cəaləkum. Sin hərfinin üzərində cəzm var. Müs. Tə hərfidir. Tə. Xa hərfinin üzərində cəzm var. Müstəx. Ləm hərfidir. Lə. Fə hərfində hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Müstəxləfinə. Fə hərfidir və burada hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Fi. Hə zamirini isə cəzmli tələffüz edirik və burada vəqfi ta gəlib dururuq. Fi. İndi bir də oxuyaq. Əminu billahi və rasulihi və ənfiqu mimmə cəaləkum müstəxləfinə fi. Fə hərfidir. Burada hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Fə. Ləm hərfinin üzərində şəddə var. Birləşdirik. Fəllə. Pəltək zəl hərfidir. Hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Fəlləzinə. Nun hərfidir. Fəlləzinə. Mim hərfidir və burada məd işarəsi var. 1 əlif miqdarı uzadırıq. Mim hərfidir. Mə. Mə. Nun hərfində hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Əmənu. Mim hərfidir. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra kəf hərfi gəlib. İhva qaydasına görə cəzmli nun hərfini burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq. Minku. Mim hərfinin üzərində cəzm var. Minkum. Vav hərfidir və bu əlifdir. Nun hərfinin üzərində cəzm var. Sonra fə hərfi gəlib. İhva qaydasına görə cəzmli nun hərfini burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq. Və fə. Qaf hərfində hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Və ənfəqu. Ləm hərfidir. Lə. Hə hərfi. Hu və mim hərfinin üzərində cəzm var. Ləhum. Əlifdir. Cim hərfinin üzərində cəzm var. Qalqalə hərfidir. Vurğulu tələffüz olunur. Ra hərfində tənvin gəlib ötrəli. Sonra kəf hərfi gəlib.
İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Əcrun kəf hərfidir. Kə. Bə hərfində hərfi məd var və burada yenə məddi arız qaydası yaranır. Ra hərfini cəzmli tələffüz edirik. Bə hərfini isə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzadırıq. Kəbir uzada bilərik. Yəni bu oxuyucunun istəyinə bağlıdır. İndi bir də oxuyaq. فَالَّذِينَ آمَنُوا مِنْكُمْ وَأَنْفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ. Bu qədər. Növbəti dərsimizdə geri qalan hissələrini inşallah ki öyrədəcəm. Sağ olun, Allaha əmanət olun.